Ay qagan qıydı pula. İtalya'dayım, İtalya'da. Mənim Azərbaycanda istidən pişən vaxtımdır. Tüpürüm o vara dövlətə ki, mən o dadını çıxardamayacağım. Salam dostlar, hər vaxtınız xeyirli olsun. Bugün 10 avqust 2026-cı il. Deməli, kiçik nukleoslarımızda nukleosları tərk etmə halları olur. Nə üçün olur dostlar? Hava, temperatur, havalanma olmayanda kiçik nukleosda, yəni bu kiçik aileciklərdə arı tərk edə bilir nukleosu. Güvə, ən əsası mum güvəsi çərçivələrdə varsa arı bu kiçik ailecik başını götürür, tərk edir bu nukleosu. Sonra yem azlığından tərk edə bilir. Mən hər il paylaşıram. Bu isə bu arı ailəsi. Burada qarışqalar var idi. Ona görə də arı tərk edib. Deməli dostlar, bu üstü möhürlənmiş sürfələr köhnədən qalmadı. İndi bunlar artıq çıxır, bu arılar buradan. Amma bu ana arı 29 iyul çıxmış ana arıdır. Artıq bugün yumurta qoyub və pətəyi tərk edib. İndi sizə bunu göstərirəm. Artıq yumurta qoyub bu gözəlçə və dərhal da pətəyi tərk ediblər. Yəni bu kiçik nukleosu tərk ediblər. İnşallah indi biz bunu bu cür yerləşdiririk. Ana keçməzi uçuş bacasına vurduq ki, ana arı daha pətəyi tərk edə bilməsin və bu boş çərçivə idi. Yəni bu kiçik aileciyi tutmaq üçün istifadə etdim. Vəssalam, qaytardıq